Hə, ya Allah, bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə artıq bir neçə gündür ki, istifadəyə verilmiş yeni tətbiqimizlə bağlı məlumat verəcəm. Tətbiqin ilkin paylaşımından sonra bir xeyli mesaj gəldi ki, müəllim, bəs biz bu tətbiqdən tam olaraq necə yararlanaq? Bu izahda sizə tətbiqi necə istifadə edə bilərsiniz, geniş şəkildə məlumatlar verəcəm. Və bilirsiniz ki, bizim əvvəl də mobil tətbiqimiz olubdur. Sadəcə mən düşündüm ki, artıq sizin qarşınıza yeni bir layihə ilə çıxmaq lazımdır və təqdim etdiyim bu layihə, buradakı funksiyonallıq, eyni zamanda əlavə etdiyim kateqoriyalar düşünürəm ki, təhsil üçün yenilikdir və sizlər də bundan kifayət qədər geniş şəkildə yararlana biləcəksiniz. Həmçinin bu tətbiq üzərində çalışıb sizlər üçün növbəti mərhələlərdə, növbəti aylarda da yeniliklər təqdim edəcəyik inşallah. İzaha keçməzdən öncə sizə kiçik məlumat vermək istəyirəm yanvar qruplarımızla bağlı. Yanvar ayının 5-dən bizim qruplarımız start dərslərə başlayacaq inşallah. Sıfırdan başlayacağıq, yəni ilk dərsdən izahlara başlayacağıq. Dərslərin gedişat qaydası necə olacaq, hansı platformada keçiriləcək, bütün məlumatları əldə etmək üçün bizim WhatsApp nömrəmizə yazaraq geniş, ətraflı məlumatlar ala bilərsiniz. Nömrəni qeyd edirəm 070 855 53 73. Qeyd etdiyim kimi WhatsApp üzərindən yazarsınız zəhmət olmasa, kimlər maraqlanmaq istəyirsə, o zaman sizə ətraflı məlumatlar veriləcək. İndi isə çox uzatmadan tətbiqin tanıtımına keçmək istəyirəm. Deməli, ilk ana səhifədən başlayırıq. Tətbiqdə nələr var? Ana səhifədə yuxarı hissədə sıralama, coinlər və xal sistemi görürsünüz. Sıralama sizin liderlər lövhənizdə yeriniz olacaq. Proqramda liderlər lövhəsi deyilən bir yerə ayırmışam. Liderlər lövhəsində kim proqramda nə qədər işləyirsə, adı ora düşür. Həmin lövhəyə. Bu lövhədə yeriniz 50-ci yerdə ola bilər, 30-da ola bilər, 1-də ola bilər, 3-də ola bilər və s. Sizin fəaliyyətinizə baxır bu. Liderlər lövhəsində siz öz reytinqinizi izləyə biləcəksiniz. Hardasınız? Neçənci sıradasınız? Baxın, məsələn, məndə sıralama 11-dir. Sonra burada coin sistemi var. Coin ifadəsini özüm bu şəkildə təqdim edirəm sizə. Əslində buna digər adlar da vermək olardı. Qazanc, pul, sikkə və s. Yəni başqa vahidlər demək olardı. Özüm bu şəkildə saxlamışam ki, daha maraqlı olsun. Və xal sistemi. Coinlər sizin qazancınızdır. Bu nə üçün lazım olacaq? Məlumat verim. Bu coinlərdən siz yarışlarda istifadə edəcəksiniz. Sınaqları işləyərək coinləri əldə edəcəksiniz. Hər sınavda müəyyən qazanc əldə edəcəksiniz. Təbii ki, bu tətbiq daxilindədir. Yəni tətbiqdə motivasiya xarakterli verilib bu. Yəni real pul anlamında deyil bu. Tətbiqdə motivasiya xarakterli belə bir necə deyim, layihə irəli sürmüşəm ki, bu sizləri daha da prosesi həvəsləndirsin. Hər sınavda müəyyən qazanc əldə edəcəksiniz. Qeyd etdiyim kimi 10 coin, 15 coin, 5 coin və s. Bu baxır sizin sınavda nə qədər doğru cavab yazmağınıza. Əldə etdiyiniz coinlər sizə buradakı yarışlarda lazım olacaq. Onu indi biraz sonra deyəcəm. Sonra xal sistemi var. Xal isə sizin liderlər lövhənizdə yerinizi təyin edir. Yəni nə qədər xalınız vardırsa, siz liderlər lövhəsində o xala görə sıralanırsınız. Məsələn, mənim 750 xalım var. Amma ona baxmayaraq mən 11-ci sıradayım. Deməli, məndən yuxarı bir xeyli xal var. Aydındırmı? Sınaqlardan qazanılır xallarda. Yəni həm coinlər, həm də xallar sınaqlardan qazanılır. Sadəcə coin az olur. Yəni bir sınaqdan siz 5 coin, 6 coin, 10 coin qazana bilərsiniz, məsələn deyirəm. Amma xal yuxarı olur. 40 xal, 30 xal, 50 xal və s. Dediyim kimi, o sizin doğru cavablarınızın sayına baxır. Və xallar liderlər lövhəsində sizin sıranızı təyin edəcək. Bu hissəylə bitdik. Keçirik indi aşağı. Yarış hissəsində yarışlar olanda qeyd olunacaq, ora düşəcək. Onu da inşallah zamanla təyin edəcəyik. Və eyni zamanda bizim YouTube kanalımızda ictimai bölməsi var. İctimai bölməsini izləmədə qalın. Çünki nə yeniliklər olsa ictimai bölməsində paylaşımlar olacaq. Gəldik digər məsələyə, yarışlara. Baxın, bu tətbiqin bəlkə də ən gözəl tərəfi budur ki, burada birəbir yarışlar və qrup yarışları var. Yəni siz hər hansı bir dostunuzla, hər hansı bir tanışınızla birəbir yarışa bilərsiniz. Buna deyirlər təkbətək yarış. İstəsəniz təsadüfi də
oynaya bilərsiniz. Təsadüfi necə? Məsələn, buradan seçirsiniz kateqoriyalar. Tutaq ki, bir neçə kateqoriyamız var da bizim. Məsələn deyək, mövzu üzrə sınaqlarda siz kimlənsə təkbətək yarışmaq istəyirsiniz. Elə mövzu üzrə də qalır. Bölmə də seçə bilərsiniz və s. Tutaq ki, mövzu üzrə sınaqlarda kimlənsə yarışmaq istəyirsiniz. O zaman gəl oynayaq ifadəsinə toxunuruq və buradan kimsə seçilir. İndi buradan çıxaq, çünki kimsə seçilər, sonra belə deyim, izahım qalar yarımçıq. Gəl oynayaq hissəsində siz təsadüfi kimlənsə yarışa bilərsiniz. Toxunan zaman tətbiqdə olan hər hansı bir nəfərə bildiriş gedəcək, o da yarışmaq istəsə qoşulub yarışacaqsınız. Və ya özünüz dostunuzla yarışa bilərsiniz. Hər hansı bir tanıdığınızla yarışa bilərsiniz. O zaman dostla oyna sözünə toxunuruq. Ya siz otaq yaradacaqsınız, ya da dostunuz otaq yaradacaq, siz otağa qoşulacaqsınız. Otaq yaradan zaman üstünə toxunuruq, yenə kateqoriya seçirsiniz. Məsələn, hansı kateqoriya üzrə yarışmaq istəyirsiniz dostunuzla. Tutaq ki, deyək, mövzu üzrə sınaqlar. 5 qoyun. Bu seçimlər nədir? Siz uduzsanız, əlinizdən 5 qoyun gedəcək. Utsanız, öz 5 qoyununuz sizdə qalacaq. Üstəgəl qarşı tərəf, dostunuzun da 5 qoyununu almış olacaqsınız. Bunu siz 15 qoyun edə bilərsiniz. O zaman uduzsanız 15 gedəcək sizdən, qarşı tərəf və belə deyim də hədiyyə kimi gedir. Amma utsanız həm 15 qoyununuz özünüzdə qalacaq, həm də qarşı tərəfdən onu əldə etmiş olacaqsınız. Belə, yəni bu baxır sizin riskinizə. Yəni burada biraz güvən məsələsi də rol oynayır. Sonra otaq yaradacaqsınız. Bu şəkildə otaq yarad. Baxın, bu otaq kodunu dostunuzla paylaş. 928 352. Kod hazır var. Siz bunu oynamaq istəyən yoldaşınıza atırsınız, dostunuza atırsınız. O da hara gəlir? Yəni bu kodu hara yazacaq? Çox rahatdır. Otağa qoşul. Dostunuz isə gələcək otağa qoşul hissəsində sizin verdiyiniz kodu bura yazıb otağa daxil olacaq. Siz həmin zaman çıxmırsınız. Kodu sadəcə deyirsiniz. Dostunuz gəlir, yazır, otağa qoşulur və başlayırsınız yarışmağa. Yarışan zaman da maraqlıdır. Yarışan zaman içəridə bir-birinizə mesaj göndərmək sistemi var. Bir dəqiqə onu göstərim sizlər üçün. Müəllimləri saxlayacağım hələlik. Deməli, gəl indi məsələn, burada otaq yaradım mən. Mövzu üzrə sınaqlar. Otaq yaratdım. Kodumuz nə oldu? 042 727. İndi digər cihazla qoşulmağa çalışacağım. Otağa qoşul. 042. İstəyirəm bunu da göstərim. 042 727. Yəni hər hansı bir hissə qalmasın, tam aydın olsun məsələ. Baxın, cihaz qoşuldu. Qoşulandan sonra iki tərəfdə qoşuldu, başla. Toxunduq. Artıq başladı. Burada başlayacaqsınız siz işləməyə. Qeyd edim ki, yuxarıda mesaj göndərmək var qarşı tərəfə. Məsələn, salam yaza bilərsiniz. Sonra gözəl yarış keçir yaza bilərsiniz. Bunları özüm əlavə etmişəm ki, maraqlı olsun sizlər üçün. Digər ifadələr, məsələn, kitab üzü açara da, çətin rəqiblə yarışırsan, tələs, zehn açıqlı və s. Sonra burada simvollar var göndərmək üçün. Müxtəlif simvollardan, məsələn, oynayırsınız, vəziyyət də çox gözəldir, irəlidəsiz, o zaman müəyyən gülmə işarələrindən və s. Gülmək dediyim başqa işarət, gülmə işarələrindən və s. ata bilərsiniz. Qarşı tərəfdə əgər bu haldan razılsa, əla göndərə bilər və s. Təbii ki, bunları nümunə olaraq sizə göstərdim. Belə, indi isə buradan çıxırıq. Oynayandan sonra sonda nəticələriniz, bir dəqiqə, nəticələriniz ekrana gələcək, o nəticələri paylaşa biləcəksiniz və s. İndi çıxdıq buradan. Nəticələr gəlir ekrana hər dəfə və onu siz rahatlıqla paylaşa bilirsiniz. Dostlarınızla, tanışlarınızla ki, mən bu qədər nəticə əldə etmişəm. 5 coinumu itirdim. Fikir verin, 100 idi coin. Özüm çıxdım deyə mən artıq uduzmuş sayıldım. 5 coinum keçdi qarşı tərəfə. İndi gəldik qrup yarışına. Qrup yarışında da eyni metoddur. Artıq burada çox danışmayayım. Otaq yaradıb dostlarınızı dəvət edə bilərsiniz və ya sözünüz dostlarınızın göndərdiyi kodla otağa qoşula bilərsiniz. Qrup yarışıdır bu. 4 nəfərlik olur. 4 nəfər daxil olub özünüzü sınaya bilərsiniz. İmtahan ver hissəsində günlər təşkil olunacaq. Bu imtahan ver hissəsi konkret günlərdə olacaq.
Yəni ola bilər ayda bir dəfə olsun, 2 dəfə olsun, amma onunla bağlı YouTube-da ictimai bölməsində əvvəlcə məlumat veriləcək və saatda olacaq, müəyyən bir saatda. Yəni günlər ərzində qalmayacaq. Bir gün içində olacaq. Kimlər işləsə, həmin gün işləyib nəticələrlə tanış ola biləcək. Sonra özünə çağırış hissəsi var. Məsələn, birdən deyirsiniz ki, müəllim, mən nə qrupda, nə də təkbətək yarışmaq fikrində deyiləm. O zaman özünə çağırışa gəlirsiniz. Özünə çağırış özünə meydan oxuma tipli sayılır. Burada siz özünüzə vaxt qoyub sual seçirsiniz. Məsələn, mövzu üzrə sınaqlar, amma dediyim kimi dəyişə bilərsiniz, doğru, yanlış və s. edə bilərsiniz. Seçsiniz, seçəndən sonra kateqoriya seçirsiniz, alt kateqoriya. Burada istədiyiniz kateqoriyanı seçə bilirsiniz, təbii ki. Və seçdikdən sonra başlayırsınız yarışmağa. Sual sayını da seçirsiniz hətta. 20 sual da seçə bilərsiniz, 30 sual da seçə bilərsiniz. Daha sonra isə vaxt müddəti özünüzə təyin edirsiniz. Deyirsiniz ki, mən 30 sualı 3 dəqiqə ərzində yaza bilərəm. Başladıq və başlayırsınız. Belə məsələlər var. İndi gəlin qaydaq əvvələ. Əvvələ dedikdə keçək materiallar hissəsinə. Materiallar hissəsi. Burada nələr var? Burada müxtəlif materiallar sizi gözləyəcək. Hələ davamı da var. Dediyim kimi əlavələr də olacaq inşallah. Məsələn, baxın, faydalı materiallar. Faydalı materiallarda sizə bir xeyli faydalı materiallar təqdim etmişik. Təbii ki, burada sırf bu hissədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin bizə təqdim etdiyi faydalı materiallar, Təhsilə Dəstək Mərkəzinin təqdim etdiyi materiallar da var. Məsələn, qiymətləndirmə çərçivəsinin özü ART-nin məlumatıdır, materialıdır, daxil etmişik bura ki, sizlərin üçün əl çatan olsun. Sinif üçün alətlər, qiymətləndirmə, burada da həmçinin dediyim kimi Təhsil İnstitutunun materialları, Təhsilə Dəstək Mərkəzinin materialları yer alır. Yəni onlardan da əlavə etmişik ki, sizlər üçün daha əl çatan olsun. Sonra gəldik, daxil olduqda onu da göstərim. Yəni necə açacaqsınız? Məsələn, öyrənmə fəaliyyətləri. Baxın, bir xeyli bura deyək ki, materiallar yığılıb. Hələ davamı gələcək. Bir xeyli deyirəm, əslində sizə burada az görünür. Bunun davamı da yüklənəcək. Tutaq ki, Fryer modeli. Toxunacaqsınız üzərinə, açıldı. Fryer modelinin tətbiqi ilə bağlı nümunədir. Və ya gəldik qiymətləndirmə. İşıq for metodu. Toxunduq üstünə, açıldı. Və aşağıda çəkib təbii ki, baxa bilirsiniz, müəllimlər. Baxın, bu şəkildə. Yaxşı, burada çox yenə danışmaq istəmirəm. Yəni, materiallar burada olur. Əlavə materiallar da yenə yüklənəcək burada. Hər dəfə yeniliklər görəcəksiniz. Daha sonra video materiallar hissəsində. İctimai canlı yayımlar var. Baxın, 19 canlı yayım artıq burada sizə təqdim olunub. İctimai sınaqlar hissəsində 23 sınaq sizə təqdim olunubdur. Baxın, müəllimlər. Sınaqlar və s. Sonra müsahibə dəstək hissəsində 7 video sizlərə təqdim olub müsahibə ilə bağlı. Dediyim kimi, əlavələr də olacaq, zəngin edəcəyik bunları. Xüsusi PDF materiallar, xüsusi video materiallar, bunlar bizim qruplarda hazırlaşan müəllimlər üçün nəzərdə tutulubdur. Olsun, bundan sonraki yanvar qrupu, mart qrupları və ya əvvəlki qruplarımız. Yəni, öz şəxsi qruplarımız üçün nəzərdə tutulub. Sınaq izahları daxil edə həmçinin. Burada da mövzu üzrə, bölmə üzrə ümumi sınaqlar var. İzahlara daha doğrusu. Yəni, materiallar hissəsində PDF materiallar, bir də izahlar yer alır. Sınaqlar hissəsində sınaqlarımız yer alır. Bunlar da dediyim kimi sahə olaraq çoxalacaq. Mövzu üzrə sınaqlarımız var bizim. Hər mövzu üzrə müəllimlər sınaqlar işləyir və o sınaqlar burada yer alır. Görürsünüz ki, bəzi sınaqlar açıqdır, bəziləri kodludur. Kodlu olanlar daxili qruplarımız üçün nəzərdə tutulub. Bölmə üzrə ümumi sınaqlar ictimai var. Ümumi sınaqlar möhtərəzədə daxili yazılan şəxsi qruplar üçündür. Hələ təbii ki, əlavələr olunmayıb bura. Ümumi sınaqlar, baxın, daxili yazılmayıb, bu ictimaidir. Yəni, hər kəs daxil olub işləyə bilər. 20 suallıq 2 sınaq əlavə olunubdur. Doğru, yanlış sualları hər kəs işləyə bilər, ictimaidir. 100-ə yaxın sual var, say artırılacaq. Sonra gəldik oyunlar hissəsinə. Oyunlar hissəsində də yenə əlavələr var. Oyunlar hissəsində günlük suallar olacaq. Hər gün yeni sual əlavə olunur. Görək, burada varmı? Xeyr, artıq oynanılıb yazılır, yəni işləmişəm. Amma oynanılandan sonra təkrar təbii ki, daxil olanda yazılacaq, artıq oynanılıb.
Günlük sual hər gün əlavə olunur. Sonra əyləm və öyrən hissəsinə əlavələr olacaq. Hələ o kateqoriyada işləyirik. Sözü tap hissəsində. Burada özünüzü sınamaq üçün hüquqi savadlılıqda artıq yavaş-yavaş orada saxlayırıq. Ümumiyyətlə əlavələr elə də etməyəcəyik, çünki material olaraq çıxarılıbdır. Amma metodiki səriştəlik, sonra psixoloji yanaşmalar, orada təbii ki, əlavələr olacaq. Hələ yeni başlamışıq. Metodiki səriştəlik, sözü tapmaq üçün daxil olacaqsınız, məsələn, sözü tap oyununda. Bunu göstərir burada, fikir verin. Yəni, bu şəkil deyir, sizə nəyi çatdırmaq istəyir? Burada sözü tapda mənim məqsədim sizin biliklərinizi müəyyən qədər məşq elətdirməkdir. Ki, nələri yadda saxlamısınız, təsviri bilikləriniz necədir? Demirəm, miqə və ya sertifikasiya belə şəkil düşəcək. Burada sadəcə mənim məqsədim oyun biraz da maraqlı olsun deyə. Əyləncəli olsun deyədir. Ki, görüm təsviri yaddaşı necədir, vizual yaddaşı necədir. Bu, homogeni bizə xatırladır. Fikir verin, eyni rənglər bir qrupda. Eyni rənglər bir qrupda. Homogen qruplar. Homogen. Əgər səhv yazsa, sözü geri çəkmək üçün, sözün hərfi geri çəkmək üçün hərfin üzərinə toxunursunuz. Məsələn, E hərfi. Ondan sonra geriyə toxunursunuz. Baxın, geri çəkildi. Amma indi düzün yazaq biz, homogen. Göndər. Görürsünüz, düz yazdım. Bu nə xatırladır bizə? İnteqrasiyanı və bu şəkildə davam edəcəksiniz. Gəlin buradan yarımçıq çıxaq. Sonra gəldik doğru-yanlış suallarına. Doğru-yanlışa baxın, 93 sual var. 93 sualını özünüzü sınaya bilərsiniz. Və sayı artırılacaq. Audio suallar var. Bu da davamı yüklənəcək inşallah. Audio suallarında sayı bir xeyli olacaq. Uyğunluq sualları var. Uyğunluq sualları müəllimlər bir neçə anlayış verilir. Siz onları uyğunlaşdırmalısınız. Gəlin bir nümunə göstərim. Məsələn, metodiki səriştəlikdən daxil olaq səviyyə 1-ə. Baxın, aşağıdakı fikirlərdən yanlış olanları göstərin. Artıq burada siz seçəcəksiniz hansı yanlışdır. Burada konkret seçimdir. 2 fikir də yanlış ola bilər, 3 fikirdə yanlış olanları seçib yoxların üzərinə toxunacaqsınız. Eyni zamanda psixoloji yanaşmalarda da eyni məsələ, eyni sistemdir. Seçim. Çox uyğunluqda yəni bir cavab olmur, bir neçə cavab olur. Onu demək istəyirəm. Belə. Gəldik profil hissəsinə. Profil hissədə biraz əvvəl danışdığım liderlər lövhəsi var. Qeyd edim ki, siz burada öz adınızı, profil şəklinizi dəyişə bilərsiniz rahatlıqla. Liderlər lövhəsinə daxil olaq. Liderlər lövhəsində fikir verdinizsə, bütün vaxtların liderləri, hələ davamı da var, yüklənir, görürsünüz. Bu lövhənin özəlliyi nədir? Bütün vaxtların liderləri var. Ayın liderləri var. Bir də bu günün liderləri var. Liderlər lövhəsində hər üç olacaq. Bütün vaxtların, ayın, bir də bu günün liderləri. Ayın liderləri ilə bağlı bir məlumat vermək istəyirəm. Yəni, bu xalı rahatlıqla siz artıra bilər sonsuzda. Fikir versəniz, ay ərzində artıq bir neçə oyun var. Və xal sistemi belədir. Məlumat nə verəcəkdim sizə burada? Müəllimlər, dekabr ayının sonunda, hələ dekabrın 4-ündəyik biz. Dekabr ayının sonu, 31 günü, saat 12-də mən ayın liderlər cədvəlinə baxacam. Dekabr ayının 31-i saat 12-də. Ayın liderlər səhifəsinə baxacam. Aylıq lövhədə kim lider olsa, yəni birinci olsa, söhbət sadəcə birinci yerdən gedir. Kim birinci olsa, həmin birinci yerin sahibi yanvar ayının birinci ayımızda tamamilə ödənişsiz dərslərimizdən yararlana biləcək. Baxın, təkrar deyirəm. Yanvar ayında ilk ayı, birinci ayı tamamilə ödənişsiz bizim dərslərdən yararlana biləcək. Dekabr ayının birincisindən söhbət gedir. Belə. Bu da sizlər üçün bir kampaniya. Kim birinci olsa, həmin şəxs bir ay bizim dərslərimizdə yanvar ayı dərslərdən pulsuz yararlana biləcək. İstəsə artıq növbəti ayları ödəniş edib davam edə bilər. O müəllimin öz seçimidir. Bu belə. İndi isə qayıtdıq geri. Nələr var burada? Coin tarixi var. Coin tarixi sizin oynadığınız yarışlar, oradan əldə etdiyiniz gəlirləri göstərir. Dostları dəvət etmək var. Siz
dostlarınızı dəvət edərək, burada dəvət kodunu indi paylaş var, göndərirsiniz. Dostlarınızı dəvət edərək 100 coin əldə edə bilərsiniz. Bu da yarışlarda sizə lazım olacaq, çünki yarışları pulla oynayacaqsınız. Yəni bu coinlərlə oynayacaqsınız, belə deyim. Real pul nəzərdə tutmuram. 100 coin siz qazanacaqsınız, qarşı tərəf isə 50 coin qazanacaq, əgər dəvət edəcəksinizsə. Daha sonra əlfəcinlər var. Əlfəcinlər sizin sınaqlardan, audio suallardan olsun, digər mərhələlərdən saxladığınız suallar burada yer alacaq. Məsələn, sınaqları işləyirsiniz, deyirsiniz ki, bu sual mənə qaranlıq qaldı. Üzərinə vurub qeyd edirsiniz. Yəni qeydlərdir bura. Həmin qeydiniz düşəcək əlfəcinlər hissəsinə. Və istənilən vaxt baxa biləcəksiniz. Nişanlar var burada. Maraqlıdır. Siz yarışdıqca nişanlar açılacaq. Hər dəfə. Hər dəfə deməyim, qalib olduqca. Yəni, müəyyən bir yarışın, qrup yarışı olsun, təkbətək yarışı olsun, qalib olduqca və bu hal davam etdikcə sizə belə nişanlar təqdim edəcəyik. Bunlar da maraqlıdır təbii ki, siz yarışdıqca açılacaq. Bunu da oyuna maraq qatmaq üçün etmişəm ki, daha da yaxşı bir burada yarış keçirəsiniz. Mükafatlar var. Mükafatları mən hamısını açmışam. Özümə də maraqlı gəlir çünki. Hər dəfə mükafatda sizin qarşınıza müəyyən qədər coin çıxacaq. Sonra statistika var. Statistikada siz öz səhvinizi, düzünüzü görmüş olursunuz. Baxın, məsələn, ümumi 111 sual işləmişəm mən. Səhvim yoxdur. 111 də düzdür. Statistikada amma hamısını göstərəcək. Səhviniz olsa səhvinizi də göstərəcək. Sonra 5 dəfə uduzmuşam, 6 dəfə qazanmışam, 6 dəfə bərabərliyim var. Belə, hər birisi burada olur. Sonra tema var, yəni bu mövzunu dəyişmək, ekranı dəyişmək deyək də, qaranlıq temaya keçirə bilərsiniz və ya işıqlı da qala bilər. Bu səs, vibrasiya bunlarla bağlı məlumat verdik və bizi qiymətləndirin. Gəldik önəmli yerə. Baxın, bunu mən sona saxlamışam. Sizdən xahişim odur ki, əgər bizim dərsləri, ümumiyyətlə bizim paylaşdıqlarımız sizlər üçün faydalı olursa və bəyənirsinizsə, xahişim odur ki, videonu maksimum şəkildə paylaşaq, bəyənmələri unutmayaq və dəyərli rəylərimizi yazmağı unutmayaq. Bir də xahişim odur ki, tətbiqi istifadə etdikdən sonra, istifadə etməmiş demirəm, real olsun, istifadə etdikdən sonra bizi qiymətləndirin hissəsində daxil olaraq bizim tətbiqi zəhmət olmasa qiymətləndirərsiniz. Bu da belə, müəllimlər. Bugünlük bu qədər. Məlumatları demək olar ki, hər birisini əkslədim, sizlərə verdim. Nəsə izahlar qalmadı. Bildirişlər hissəsi ilə bağlı danışmamışdım. Burada gündəlik bildirişlər göndərilir. Gündəlik dedikdə nə yenilik olsa, nələr olsa, hansı kateqoriyaya sual yüklənirsə, bildirişi göndərilir sizə. Baxın, məsələn, tutaq ki, mən günlük sualları yerləşdirirəm, bildiriş gələcək sizə. Audio sualları yerləşdirilir, bildiriş gələcək sizə. Ki, artıq filan yerə, filan kateqoriya suallar yüklənib. Bu qədər. Dəyərli müəllimlər, İnşallah növbəti proseslərdə, izahlarımızda görüşmək ümidi ilə. Allah amanında qalın, sağ olun.